Hər kəsə salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Qaynanam işdə olan vaxtlar mallara mən baxıram. Bu gün də o günlərdən biridir. Malların otunu, yemini, suyunu verib inəkləri sağıram. Bu arada malların bu gün damda axırıncı günüdür. Havalar isindiyinə görə damdan çıxardıb çölə bağlayırıq. İnəkləri də sağıram. Quzuların da otunu, yemini verib, malları da çölə bağlayıb işimi yekunlaşdırıram. Toyuqlara cücələrdən verməyə gedəndə yolda məni bir ilan qarşıladı. Təbiətin oyanması ilə birlikdə bəzi heyvanlar da oyanır. Sizə məsləhətim ehtiyatlı olasınız. Gözüm bu gözəllikləri görəndə evdə də görmək istədiyim üçün yığıb evə də gətirdim. Hər dəfə işim olduğu üçün gözəllikləri görə bilmirdim. Gözəl havanı fürsət bilib pastelləri maşına atmışdım. İşimi yekunlaşdırana kimi o da artıq yuyulub qurtarmışdı. Təmizlik ətri insanı valeh edir. Oğlumun zakazı ilə günorta yeməyinə tənət olması hazırladım. Video yorucu olmasın deyə necə hazırladığımı çəkmədim. Son halı belə oldu. Bizə nuş olsun. Günorta yeməyini də yeyib qurtardıqdan sonra mətbəx təmizliyinə keçdim. Patoloqdan pola kimi hər yeri təmizlədim. Bu da son halıdır. Patoloq da par-par parıldayır. Mən mətbəx dəzgahının üstündə elə də çox şeylər qoymağı sevmirəm. Bizdə mətbəx mebeli 2 divarda da var. Bu hissəsində mən çəkilişlər üçün istifadə edirəm, digər hissəsini isə yeməklər bişirəndə istifadə edirik. Mətbəxi də təmizləyib qurtardıqdan sonra dondurma üçün qaymaq hazırlamağa. 1 stəkan südü qaynatmadan 250 qram yağı südün içərisində əridirik. İsti halda bir dəfə blenderla qarışdırırıq. İlıq halda da bir dəfə də blenderla qarışdırıb soyuducuya qoyuruq. Keçirəm malakonun hazırlanmasına. 1 litr südə 2 stəkan pesoq əlavə edib ocağa qoyuram. 1 çay qaşığı da soda əlavə edib bu hala gələnə kimi bişiririk. Qaymağımızı qaba əlavə edib mikserlə qarışdırırıq. Qaymaq qabarana kimi mikserlə yaxşıca qarışdırırıq. Üzərinə maloko əlavə edib bir daha qarışdırırıq. Hazırladığımız kütləni soyuducuya qoyuruq. 3 saatdan sonra bir daha qarışdırırıq. Gözəl havanı fürsət bilib sürətimi saxlaya bilmədim, keçirəm palazları yumağa. Bu qaynanamın cehizlik xalçasıdır. İndiki xalçalardan qat-qat gözəldir. Bizdə evin önü simentdir. Sadəcə olaraq o simenti elə formada ediblər ki, suyu evin altına axır. Ona görə də palazları orada yumaq mümkün olmur. Biz də onun üçün otun üzərinə klyonka səririk. Xalçaları onun üzərində yaxşıca yuyuruq. Bol-bol suyla yaxşıca yuduqdan sonra arxasını çevirib arxa özünü də yuyuruq. Xalçalar yuyulduqda ağır olduğu üçün qatlayıb ağacların üzərinə qoyuruq. 2 saat suyu süzüldükdən sonra səririk. Suyu süzüldükdən sonra sərəndə rahat olur. Sürəti saxlamayıb evin önündəki simenti də suyla yaxşıca yuyuram. Buranı da yaxşıca yuduq. Çox
Çox vaxt mənə sual verirlər ki, 2 uşaqla sən bu işlərin hamısını necə çatdırırsan? İnanın ki, mənim üçün də çox çətin olur. Gələn videolarda bu mövzu haqqında ətraflı danışaram. Şəhərdən fərqli olaraq kənddə zibilləri yandırırlar. Qabıqları mallara veririk, kağızları isə yandırırıq. Axşam yeməyi üçün isə toyuq təmizləyirəm. Toyuğu isti suya qoyub yaxşıca təmizləyirəm. Bilməyənlər üçün də deyim ki, mən özüm şəhərdə böyümüşəm. Kəndə isə gəlin köçmüşəm. Çox vaxt məni tanıyanlar mənə sual verir ki, şəhərdə böyüyüb kəndə necə uyğunlaşa bilirsən? İnsan elə bir varlıqdır ki, hər bir mühitə uyğunlaşa bilir. Mən də həmçinin. İlk vaxtlar çətin olsa da sonradan hər şeyə uyğunlaşırsan. Toyuğumuzu da ütüb, doğrayıb hazırladım. Axşam yeməyimiz hazırdır. Videosunu çəkməyi unutmuşam, belə şəkil çəkdim. Temo kampaniyasından istifadə edib mən də 4 hədiyyəni pulsuz qazanmışdım. Qazandığım hədiyyələrin bir qismi gəlib. Gəlin birlikdə onu açaq. Əgər 4 hədiyyə pulsuz necə qazandığımı bilmirsinizsə, aşağıdakı linkə daxil olub necə 4 hədiyyəni Temodan pulsuz qazandığımı öyrənə bilərsiniz. İnanmayanlar üçün isə bura bir yerlərə şəkil qoyacağam. 4 hədiyyənin 3-ünü ayrı, birini ayrı göndərdilər mənə. Forumlarda oxumuşam, bəziləri inanmır, yalan olduğunu deyir. Necə yalandı ki, videonu başdan sona kimi hər birini detallı çəkmişdim. Deyək ki, mən yalan deyirəm. Bəs bu qədər alanlar da yalan deyirmi? Mən artıq 4 dənə hədiyyəni bir qazanmışdım. Əlavə olaraq da 3 hədiyyəni də bir qazandım. Sadəcə telefonunda Temo proqramı olmayan, əvvəlcədən də yükləməyən iştirakçılar tapmalısınız. Bu cür çaşka seçmişdim. Çox gözəl, çox keyfiyyətli gəldi. Heç bu qədər də gözləmirdim. Bu da dondurma qablarıdır. Əslində ölçüləri çox normaldır. Nə çox kiçik deyil, nə də çox böyük deyil. Bunlar da çox yaxşı gəldi. Heç bir detalı əksik deyildi, həm də ki qırıq deyildi. Ən səbirsizliklə gözlədiyim məhsulum gəldi. Bu isə işıqlı tripoddur. Mən bunu almaq istəyirdim. Kampaniyada iştirak etdim, bunu da seçdim. Bu isə mənim üçün hədiyyə gəldi. Beləliklə də cibimdən pul çıxmadan 4 hədiyyədən biri də tripod oldu. Materialını belə gözləmirdim. Elə bilirdim ki, kaprondur və yaxud da keyfiyyətsizdir. Amma yenə Temo məni yanıltdı. Çox keyfiyyətlidir. Çox əladır. Bu qədər də gözləmirdim. Özü də ki, materialı dəmirdir. İşığını da yoxladım, heç bir qırığı yoxdur, özü də işləyir, işıqları da gurdu, əladır. İnşallah qazan dəstimdə gələndə onu da çəkəcəm. Dondurmaları da dondurma qabına əlavə edib buzluğa qoymuşdum. Artıq hazır oldu. Temodan aldığım çaşkanı da istifadə etmək üçün ən sevdiyim soyuq südlü kofeni hazırlayıram. Kanalıma dəstək üçün abunə olmağı, fikrinizi yorumlarda mənimlə bölüşməyi unutmayın. Gələn görüşlərədək.